Axşamınız xeyir olsun. Günün əsas iqtisadi xəbərləri ilə Economics efirdədir. Transadriatik boru kəməri TAP-ın ilkin mühəndis layihələndirilməsi başa çatdırılıb. TAP AG şirkətinin gəldiyi məlumata görə növbəti mərhələdə ətraflı mühəndis işləri, polad borular və tikinti xidmətləri ilə bağlı tenderə start veriləcək. İlkin mühəndis layihələndirilməsi işləri 800 km uzunluğunda boru xəttinin keçəcəyi İtaliya, Yunanistan, Albaniya və Adriatik dənizi arasını əhatə edib. Martın 31-də bu işlərin nəticəsi Şah Dəniz Konsorsiumuna təqdim ediləcək. TAP AG şirkətinin icraçı direktoru Ketil Tungland bildirib ki, TAP artıq rəqibi Nabucco West'dən texniki cəhətdən üstündür. 2014-cü ilin sonuna dək Ukrayna ilə Azərbaycan arasında yeni qaz razılaşmasının imzalanması planlaşdırılır. Ukraynanın baş naziri Nikolay Azarov belə deyib. Bildirib ki, Azərbaycan qazının Rusiya vasitəsilə Ukraynaya çatdırılması optimal variantdır. Biz MDB çərçivəsində azad ticarət müqaviləsi imzalayarkən ölkələrin vahid nəqliyyat və boru kəmərləri sisteminə qoşulması haqda razılığa gəlmişik. Baş nazir əlavə edib ki, danışıqlar başladıqdan sonra Ukrayna, Türkmənistan və digər MDB ölkələrindən də birbaşa qaz almağa çalışacaq. Tranzit qazının həcminin artırılması Gürcüstan istehlakçıları üçün qaz tariflərinin enməsinə səbəb olacaq. Qonşu ölkənin energetika naziri Kaxa Kaladze belə deyib. Nazirin sözlərinə görə Bakı-Tbilisi-Ərzurum boru xəttinin illik nəql imkanları 16 milyard kubmetrə kimi artırılacaq. Əlavə edib ki, Gürcüstan daşınan bütün Şah Dəniz qazının 5%-nə sahib olacaq. Bu isə gələcəkdə ölkə daxili tariflərin aşağı salınması ilə nəticələnə bilər. Hazırda investorlar Bakı-Tbilisi-Ərzurum kəmərinin nəql potensialının artırılmasını müzakirə edirlər. Kiprin Mərkəzi Bankı ölkənin bütün banklarında aparılan bank əməliyyatlarına nəzarət edəcək. Ölkə prezidenti Nikos Anastasiadis belə bəyanatla çıxış edib. Prezidentin sözlərinə görə bu müvəqqəti tədbirdir və vaxtı çatanda məhdudiyyətlər aradan qaldırılacaq. Anastasiadis bəyan edib ki, Kipr üçün yeni era başlayır. Banklar isə hələ də qapılarını müştərilər üçün açmır. Onların açılmasının tarixi Kipr rəsmilərinin beynəlxalq maliyyə üçlüyü nümayəndələri ilə bugün keçiriləcək danışıqları zamanı müzakirə olunacaq. Kipr Bankının taleyi də hələ təhlükə altındadır. Ölkə parlamentinin Maliyyə Komitəsinin sədri Nikolas Panadopoulosun sözlərinə görə Kipr Bankında 100 min avrodan artıq olan depozitlərə vergilər 30% təşkil edəcək. Digər banklarda isə bu rəqəm cəmi 4% olacaq. Avropa İttifaqı ilə əldə olunan razılaşmaya əsasən əmanətçilər müəyyən kompensasiya alacaqlar. Ölkənin digər banklarında vergilərin miqdarı hələ məlum deyil. Kipr Mərkəzi Bankının nümayəndələrinin fikrincə Avrogrupun qəbul etdiyi qərar ölkənin maliyyə sistemini xilas edib və Kipri defoltdan qutarıb. Avropa Komissiyasının sədri Jose Manuel Barroso'nun sözlərinə görə Kipr iqtisadiyyatının yaxın vaxtlarda tam bərpa olunacağından danışmaq hələ çox tezdir və qəbul olunan plan gözlənilməz nəticələr də verə bilər. Əminəm ki, proqram işləyəcək, lakin səmimi olmaq lazımdır. Hazırda ölkə iqtisadiyyatının nə ilə qarşılaşacağını deyə bilmərik. Kipr çox çətinliklərlə üzləşəcək, çünki ölkənin iqtisadi modeli özünü doğrultmadı. Biz ancaq iqtisadi sabitliyə yox, həm də real iqtisadiyyatın qurulmasına diqqət yetirməliyik. Avrogrupun başçısı Jeroen Dijsselbloem bəyan edib ki, Kiprdə böhrandan çıxış yolu kimi qəbul edilən islahatlar Avropanın digər ölkələrində də bank problemlərinin həllində şablon kimi istifadə oluna bilər. Dijsselbloemin bu bəyanatı sərmayədarları təşvişə salıb. Birləşmiş Ştatlar, Almaniya və Böyük Britaniya birjalarında qiymətlər enməyə başlayıb. Avropanın hər hansı ölkəsində bank problemi yaşanarsa, bizi ən çox maraqlandıran sual, bunun həlli üçün nə edirsiniz sualı olacaq. Bank öz problemlərini həll edə bilmirsə, biz məsələni kreditor və səhmdarlarla müzakirə etməli olacağıq. Bu halda onlar bankın strukturunu dəyişmək üçün nəsə etməli olacaqlar. Əks halda depozitlərin sahiblərinin vəsaitlərindən istifadə olunacaq. Lakin banklar öz problemlərini özləri həll etməyə çalışmalıdırlar. Əmanətçilərin köməyinə arxalanmamalıdırlar. Bu bəyanat bütün Avropada maliyyə problemlərinə yeni baxış kimi dəyərləndirilib. Dijsselbloemin sözlərindən belə nəticə çıxartmaq olar ki, dövlət problemli bankları xilas etməyə də bilər və onların müflisləşməsinə imkan verəcək.
Almaniya kansleri Angela Merkel isə bəyan edib ki, Kipr məsələsində qəbul edilən qərarla tam razıdır. Bu qərar ölkəni defoltdan xilas edib. Mən çox şadam ki, həll yolu tapılıb və ölkə müflisləşməkdən qurtara bilib. Kipr məsələsinin həlli göstərdi ki, nə olursa olsun Avropa ölkələri birliyi göstərə bilirlər. Fikirləşirəm ki, qərar ədalətlidir, lakin vergi ödəyiciləri bankları xilas etməməlidirlər. Banklar özlərini xilas etməlidirlər. Kiprdə də belə olacaq. Məsuliyyət də bu vəziyyəti yaradanların üzərinə düşəcək. Fransa prezidenti François Hollande əhalinin varlı təbəqəsinə vergi tətbiq edə bilməyib. Dövlət Şurası Fransa hökumətinə varlılara vergi tətbiq etməyi məsləhət görməyib. Qeyd edək ki, Hollande 1 milyon avrodan artıq gəliri olanlara 75% vergi qoymaq vədi ilə hakimiyyətə gəlmişdi. Prezidentin seçki öncəsi proqramında nəzərdə tutulan bu rəqəmi hökumət yeni vergi məcəlləsinə daxil edib. Dekabr ayında Konstitusiya Şurası verginin qoyulması barədə qərarı dondurmuşdu. Fransızların özləri də əvvəllər qərardan razı olsalar da hazırda onların da bu mövzuda mövqeləri dəyişib. Əhalinin əksəriyyəti hesab edir ki, varlılara təzyiq işsizlik səviyyəsini artıra bilər. Birləşmiş Ştatların federal ehtiyatlar sisteminin həddindən artıq yumuşaq siyasəti dünya iqtisadiyyatının inkişafına kömək edəcək. Bu bəyanatla federal ehtiyatlar sisteminin rəhbəri Ben Bernanke çıxış edib. İqtisadiyyatımızdakı sabit güclü inkişaf ticarət tərəfdaşlarımızın da inkişafına yol açır. Olur ki, bizim siyasətimiz qonşulardan kömək istəməyə yox, əksinə onları zənginləşdirməyə yönəlib. Rəqabət üstünlüyü əldə etmək üçün həyata keçirilən maliyyə fəaliyyətini faiz dərəcəsi ilə manipulyasiya siyasətindən ayırmaq lazımdır. Bernanke həmçinin qeyd edib ki, federal ehtiyatlar sisteminin başlıca prioritetlərindən biri də sabit iqtisadi artımdır. Təşkilatın proqnozlarına görə 2013-cü ildə ABŞ-ın iqtisadi artımı 2,3%-dan 2,7%-dək təşkil edəcək. Öz növbəsində New Yorkun Federal Ehtiyat Bankının rəhbəri William Dudley də aparılan kəmiyyət yumşaldılması siyasətini dəstəkləyib. Əsas vəzifəmiz maliyyə siyasətini stimullaşdırmaqdır. Hesab edirəm ki, vaxtından əvvəl daha sərt siyasətə keçid bizə baha başa gələ bilər və sabit bərpaya mane ola bilər. Hazırda məşğulluq bazarının bərpasından danışmaq da tezdir. Əmək bazarının vəziyyətindən asılı olaraq federal ehtiyatlar sistemi qiymətli kağızların alışını azalda bilər. Lakin Dudley analitiklərin federal ehtiyatlar sisteminin aktivlərinin satılacağı təqdirdə inflyasiyanın yüksələcəyi ilə bağlı proqnozlarını təqzib edib. Bank rəhbəri bildirib ki, federal ehtiyatlar sistemi nə mərkəzi bank, nə də investisiya şirkətidir. Xatırladaq ki, martın 20-sində açıq bazarda əməliyyatlar üzrə komitənin iclasından sonra faiz dərəcələrinin 0,25% arasında saxlanılmasına dair qərar qəbul olunub. Yaponiya Mərkəzi Bankının prezidenti Haruhiko Kuroda bəyan edib ki, inflyasiyanın 2%-ə çatdırılmasına nail olacaq. Mərkəzi Bank bu məqsədinə 2 il ərzində çatmalıdır. Biz ən qısa vaxt ərzində inflyasiyanın 2%-ə çatdırılması üçün əlimizdən gələni edəcəyik. Sabun köpüklərinin əmələ gəlməsi ilə bağlı heç bir təhlükə yoxdur. Vergi sahəsinin orta müddətli və uzun müddətli reabilitasiyası üçün çalışmalıyıq. Bu faiz dərəcəsinin qalxmasının qarşısını alacaq və bu sahəyə inamı artıracaq. Cənubi Afrikanın Durban şəhərində BRICS ölkələrinin 5-ci sammiti işinə başlayıb. Sammitin əsas mövzusu BRICS və Afrika, inkişaf, inteqrasiya və industrializasiya naminə əməkdaşlıqdır. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu təşkilatın sammitində əvvəl iş adamları ilə görüşlər keçiriləcək. BRICS ölkələrinin liderləri ilk dəfə olaraq Afrika ölkələrindən həmkarları və regional təşkilatların nümayəndələri ilə görüşəcəklər. İlk iş gününün sonunda isə üzv ölkələrin biznes şurasının yaradılması barədə açıqlama verilməlidir. Şuranın əsas məqsədi investisiya layihələrinin reallaşdırılması barədə razılığa gəlməkdir. Sammitdə müzakirə olunacaq ən vacib məsələ isə BRICS ölkələrinin İnkişaf Bankının yaradılmasıdır. Təşkilatı üzv ölkələr Birləşmiş Ştatlar maraqlarından çıxış edən Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna alternativ bir maliyyə qurumu yaratmağa çalışırlar. Bu bankın yaradılmasına ilkin hesablamalara görə 90-120 milyard dollar ayrılacaq. Onların fikrincə ehtiyat vəsaitlər xaricdən gələn təhlükələrdən qorunmaq üçün kifayət etməlidir. Amma ekspertlərin fikrincə bankın yaradılması Hindistan üçün çətinliklər yarada bilər. Buna səbəbi isə ölkə iqtisadiyyatının dollardan asıllığıdır. 2013-cü ildə keçirilən BRICS sammitində Hindistanı təmsil edən Handan Unikrishnanın sözlərinə görə bankın yaradılması Beynəlxalq Valyuta Fondu və Dünya Bankının asılılığı azaltmaq üçün çıxış yolu ola bilər.
BRICS Ölkələri Bankı inkişaf etməkdə olan ölkələrin maraqlarının daha çox diqqət ayıracaq. O, infrastrukturu və buna oxşar layihələrin maliyyələşdirilməsinə yardım göstərə biləcək. Bunun üçün də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən qoyulmuş şərtlərə əməl etmək vacib olmayacaq. Sammitin yekun olaraq ölkə liderləri birgə bəyannamə və fəaliyyət planı qəbul edəcəklər. Bəyannamada ənənəvi olaraq siyasi və iqtisadi vəziyyətə qiymət veriləcək. BRICS ölkələrinin ən aktual problemlərinin münasibət əksini tapacaq. Qeyd edək ki, dünya ümumi daxili məhsulunun 27,2% BRICS ölkələrinin payına düşür və dünya əhalisinin 40% təşkilata daxil olan ölkələrdə yaşayır. Rusiyada meqaregulyator nizamlayıcı bank yaradılacaq. Bundan bağlı qəbul edilən qanun layihəsi bu banka maliyyə bazarları üzrə federal nəzarətçi səlahiyyətləri verir. Regulyator artıq bu il öz işinə başlayacaq. 2015-ci ildə isə bank sektoruna və təqaüd fondlarına nəzarət strukturu yaradılacaq. Almaniya hökuməti yanında iqtisadçıların müstəqil şurası ölkənin iqtisadi artım proqnozlarını aşağı salıb. Artım hələ də gözlənilir. Lakin o çox aşağı səviyyədə olacaq. Ümumdaxili məhsulun artımı cəmi 0,3% təşkil edəcək. Bundan əvvəlki proqnozda ekspertlər 0,8% artım gözlədiklərini bildirmişdilər. İndi isə qeyd olunur ki, artım əsasən daxili mənbələr hesabına olacaq. İxrac göstəriciləri isə zəifləyəcək. Almaniya Avropa iqtisadiyyatında böyük rol oynadığına görə bütün Avrozonanın və Avropa İttifaqının iqtisadi göstəricilərinin aşağı düşməsi ehtimal olunur. İspaniyanın Bankia bankının qiymətli kağızlarının dəyəri 0 səviyyəsinə düşüb. Ötən həftə İspaniya banklarının restrukturizasiyası ilə məşğul olan fond bankın səhmlərini 10 sent dəyərləndirib. Bankia 2011-ci ildə regionun 7 problemli banklarından yaradılmışdı. Vəsaitlərin artırılması üçün bank səhmlərinin emissiyasını keçirib. Lakin 2012-ci ildə şirkət müflisləşib. Rəsmi Madrid bankın xilası üçün artıq 41 milyard avro vəsait ayırıb və Avropa İttifaqı həmçinin Beynəlxalq Valyuta Fondundan yardım istəyib. Standard & Poor's reytinqa getdiyi bankın reytingini -2B səviyyəsinə indirib. Araşdırmalar göstərir ki, Britaniyanın paytaxtı London dünyanın ən böyük maliyyə mərkəzi olaraq qalıb. Birləşmiş Ştatların New York şəhəri 2-ci yerdədir. 3-cü isə Hong Kongdur. Hesabatda deyilir ki, bu şəhərlər dünyanın maliyyə əməliyyatlarının böyük hissəsinə nəzarət edirlər və yaxın gələcəkdə də bu dəyişməyəcək. Fond indeksləri yenə yüksəlməyə başlayıb. Bugün səhər bir qədər ucuzlaşan Avropa indeksləri də yaşıl zonaya qalxa biliblər. Ən yaxşı göstərici yenə Yaponiyanın Nikkei 225 indeksinə məxsusdur. O, hazırda 0,4% yüksəliş nümayiş etdirir. Amerikanın Nasdaq 100 indeksi ondan bir qədər geri qalır. Nasdaq dəyərini 0,3% artırıb. DAX təxminən 0,2% bahalaşıb. Qızıl 1597 dollara kimi ucuzlaşıb, gümüş 28 dollar 76 sentə təklif olunur. Əlvan metallardan yalnız mis cüzi yüksəlişə nail olub. Ən çox itki verənsə platindir. Bu qiymətli metal 1%-ə yaxın ucuzlaşıb və indi 1566 dollara satılır. Brent markalı neftin qiyməti 108 dollardan da aşağı düşüb. Bu, Avropada iqtisadi inkişafı olan ümidlərin azalması fonunda baş verib. Light isə hələ də yaşıl zonadadır və hazırda New York əmtəə birjasında bu markalı neftin bir barelini 95 dollar 22 sent almaq olar. Avro dollar 1.2864 səviyyəsində vargəl edir. Dollar yen 96 dollar 19 sent. Funt dollar isə 1.5179 səviyyəsində qərarlaşıb. İndi isə sabahki iqtisadi göstəricilər barədə. Bakı vaxtı ilə saat 11-də Almaniyada istehlakçı mühiti indeksi açıqlanacaq. Saat 11:45-də Fransada ümumdaxili məhsulun rüblü göstəriciləri bəlli olacaq. 13:30-da isə Böyük Britaniyada ümumdaxili məhsulun illik artım tempi barədə məlumat veriləcək. Və nəhayət saat 18-də Birləşmiş Ştatların daşınmaz əmlak bazarında hələ bitməmiş sövdələşmələrin sayı açıqlanacaq. Günün əsas iqtisadi xəbərlərini təqdim etdik. Bugünlük bu qədər.